Bugün Lerik rayonunda Vətən müharibəsi şəhidi xüsusi təyinatlı qüvvələrin baş leytenantı Əli Qismət Yaqublu'nun doğum günü qeyd edilib. Anım günündə şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və qazilər iştirak ediblər. Anım mərasimində iştirak edənlər bildiriblər ki, Əli Qismət Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Bakı Ali Hərbi Liseyinə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. O 2015-ci ildə ali hərbi məktəbi bitirdikdən sonra Qobustanda yerləşən hərbi hissəyə təyinat alıb. Elə həmin ildə öz istəyi ilə ön cəbhəyə xidmətə yollanıb. 2016-cı il aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərən Əli Qismət Yaqubluya 2018-ci ildən xüsusi təyinatlı qüvvələrin kimya xidmət rəisi kimi mühüm vəzifə tapşırılır. Əli Qismət Vətən müharibəsində Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Baş leytenant noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə Daşaltı kəndində qəhrəmancasına şəhid olub. Şəhidin Əliəskər və Məhəmməd adında 2 övladı vətənə əmanət qalıb. Ölkə başçısının sərəncamına əsasən Əli Qismət Yaqublu ölümündən sonra Azərbaycan bayrağı ordeni, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın azad edilməsinə görə, Füzulinin azad edilməsinə görə, Şuşanın azad edilməsinə görə, Xocavəndin azad edilməsinə görə, Kəlbəcərin azad edilməsinə görə, şücaətə görə və vətən uğrunda medalları ilə təltif olunub.